Salamlar, bugünkü videomuzun mövzusu qurudulmuş qammarusdur. Qurudulmuş qammarusu balıqlarımız üçün çox böyük faydaları var. Əsasən də qurudulmuş qammarus həm balıqlarımızın rənglərini, həmçinin balıqlarımızın immunitet sistemini gücləndirir. Bununla yanaşı bağırsaq sistemlərinə də olduqca böyük faydaları var. Mələk balıqlarımın və qubbilərimin də ən çox sevdiyi yemlər içərisindədir. Həftədə ən az 2 dəfə, 3 dəfə qurudulmuş qammarus balıqlarıma verirəm. Keçmişdə də qammarus istifadə edirdim. Bir ara verdim çünki Azərbaycana gətirmirdilər. Sonra yenidən balıqlarıma qurudulmuş qammarus verməyə başladım. Başlıca qurudulmuş qammarusu su üzündəki balıqlarım yeyir. Qammarus dibə batdığında isə digər balıqlarımın yemi olur. Onlar da sevərək qurudulmuş qammarusu yeyirlər. Sizə saydığım faydalarından əlavə protein dəyəri çox yüksəkdir. Əzib, üyüdüb balıqlarınıza verə bilərsiniz. Balıqlarınız bu yemin dəlisi olacaqdır. Tez müddətdə də boylanacaqdır. Sizə bu tərəfdən misal göstərim. Bu heyvan bizə gəldiyində çox açıq rəngli idi. Videoları yoxdur əlimdə köhnə videoları. Lakin dediyim kimi gəldiyində çox açıq rəngli idi. Hətta bu dişimiz bildiyimiz quyruğu da boz rəngdə idi. Qurudulmuş qammarus və digər yemlərə takviyə eləyərək bu balığımızı da düzəltməyə bacardıq. Çox gözəl rənglərə sahibdir. Mələk balıqlarımızda yenə boylanma var. Qurudulmuş qammarusu sevərək yeyirlər. Bağçılığın küpün içinə girir. Tamamen suyun içində isladıb bu dostlarımıza da qurudulmuş qammarusu verməyə çalışıram. Bu Coelurus streptillərimizdir bizim. Almışdım ya, xatırlayanlar olacaqdır. Digər videolarda bunlar da çox gözəl inkişaf göstərirlər burada. Uyum sağladılar. İnşallah baladalarıq bunlardan. Pul qalxması bir xəstəlikdir əslində. Yəni bu xəstəlik elə bir şeydir ki, baş verdiyində balıqlarımızı qurtarmağın maalesef ki heç bir yolu olmur. Bu səbəbdən qurudulmuş qammarus verdiyimizdə çox diqqətli olmalıyıq. Həftəlik öğünləri abartmamalıyıq. 3 öğün həftədə balıqlarımız üçün yetərlidir. Balıqlara verirsinizsə təbii ki də öğünü artıra bilərsiniz. Lakin bitkisel qidanı gecikdirməyin. Vaxtında bitkisel qidanızı da verin. Böyük ehtimalla bundan sonraki videolarımız istifadə etdiyim yemlər haqqında olacaqdır və akvariumda istifadə oluna bilən səbzələr haqqında da video eləməyi fikirləşirəm. Qurudulmuş qammarusun da faydalarından da danışdıq, ziyanını da dedim. Ümid edirəm videom sizin üçün faydalı olar. Qurudulmuş qammarusu hobi köşənizdən əksik etməyin. Hələ baxın. Balıqlarınızı görürsünüz, qurudulmuş qammarusu yeməyə başladılar. Əsasən dişi lepistesimiz qammarusu parçalayır, buraxmır. Bunlar qurudulmuş qammarusu yavaş-yavaş yiyəcəm. Mən birazdan hava verəni də açacağam. Beləliklə səs olmasın deyə bağlamışam. Beləliklə dalğa yaranacaq, bütün yemlər dibə çökəcək və çöpçülərimiz də qidalana biləcəkdir. Ümid edirəm videom sizin üçün faydalı olmuşdur. Özünüzə və heyvanlarınıza çox yaxşı baxın. Kanalıma abunə olub videomu da like atmağı unutmayın. Gələcək videolarda görüşmək ümidi ilə.